İngiliscə bilənə iş var yoldaşlar. Mən sizə ən yenilərdən bir 3-4 dənəsindən bəhs etmək istəyirəm. 3-4 dənə deyil, yox, 6 dənə olmalıdır. Deməli, bunun biri remotadır, yəni uzaqdan idarə olunan bilən işdir yoldaşlar. Çağrı mərkəzi operatoru işidir. Nə tələb olunur? Tələb olunur ki, ən azı C1 səviyyəsində ingilis dili bilir. Yəni B2 səviyyəsində bilirsinizsə müraciət eləməyin buna. Və belə deyim, şəxsi kompüteriniz olsun, yüksək internetiniz olsun, yüksək sürətli internetiniz olsun və təməl səviyyədə Excel proqramını bilin və satış bazarınız olsun. Varsa bu özəllikləriniz, günorta 3-dən axşam 10-a qədər olan növbəsi də var. Elə bir işi var. Elə bir işdir, 600 manatlıq variantıdır bu. Bundan əlavə ofis meneceri işi var yoldaşlar. İngilis dili bilənə. Bu da Energizer şirkətində olmalıdır. Deməli, bu da yaxşı səviyyədə ingilis dilini bilməlisiniz. Bilirsinizsə, ofis proqramlarına tam hakimiyyətiniz varsa, yaxşı bilirsinizsə, bu işə də müraciət edə bilərsiniz. Bu da 5 günlük iş rejiminə malikdir. Sonra layihə koordinatoru işi var yoldaşlar. Bu təcrübəsi olan variantındadır. Metap şirkətindədir. Nə tələb edir sizdən? Ali təhsil tələb edir sizdən. Ofis proqramlarını bilməyi tələb edir. Rus dilində səlis yazı və danışıq qabiliyyətiniz olmalıdır. İngilis dilində də orta səviyyədə bilməlisiniz. Mətnləri anlama və sadə yazışma səviyyəniz olmalıdır. Bu da başqa bir variant. Sonra DHL-da logistika şirkəti, kuryer şirkətində iş var yoldaşlar. Qəbulçu, reception işidir. Bu sizdən ingilis dili tələb edir. Xanımlar üçündür. 800 manat verir yoldaşlar. Maaşı başlanğıc olaraq. Yüksək səviyyədə rus dili biliyi tələb edir. Bu bilmirəm nəyə görə buradadır bəs. Bu texniki səhv olub yoldaşlar. Aha, yox, texniki səhv olmayıb, doğru olubdur. Yüksək səviyyədə rus dili biliyi tələb edir. Amma paralel olaraq da intermediate səviyyəsindən aşağı olmayan ingilis dili səviyyəsi tələb edir. Əgər intermediate səviyyəniz varsa, kompüter bilikləriniz varsa, ofis proqramlarını bilirsinizsə, Word-ü, Excel, interneti bilirsinizsə, cəld və çalışqansınızsa və ən əsası xidmət sahəsində təcrübəli bir şəxsinizsə, 5 günlük iş həftəsinə malik olan belə bir iş var. Bu hardadır? DHL Azərbaycan şirkətindədir. Dərhal lojistikdədir. Sonra bundan əlavə iki dənə də başqa iş var. O işlərdən də bəhs etmək istəyirəm. Bunlar da qeydiyyatçı işidir. Biri misal üçün Stonepay şirkətindədir. Daha doğrusu Royal Park Bakudadır. Deməli, ingilis dilini danışıq səviyyəsində bilməlisiniz. B2 səviyyəsində 5 günlük iş həftəsinə malikdir bu da. 600 manat verir yoldaşlar. Ali təhsillisinizsə bu işə müraciət edə bilərsiniz. İş təcrübəsi tələb eləmirlər sizdən. Bəysinizsə, xanımsınızsa fərq eləmir, bu işə müraciət edə bilərsiniz. Bundan əlavə reception işi də var yenə başqa bir yerdə. Regal Inn oteldədir bu. Deməli, bu 22-29 yaşlı şəxslər üçündür yoldaşlar. 500-600 manatlıq bir işdir. 20-30 yaşlısa, belə deyim, onlar da müraciət edə bilər. Yalnız səlis rus və yaxşı səviyyədə ingilis dilində danışa bilən bəylər üçündür bu iş yoldaşlar. Yəni, rus dilini belə deyim də, orta və ya yaxşı bilməlisiniz. İngilis dilində yaxşı və ya əla bilməlisiniz ki, bu işə müraciət edə bilərsiniz. Yəni, Azərbaycan dilini, yəni, belə deyək də, kafi, orta səviyyədə də bilsəniz, kifayət edir. Yəni, super bilməyə ehtiyac yoxdur öz dilimizi. Gecə növbəsidir yoldaşlar. Bir gündən birdir. 500 manatdır. Üstə qaldı transfer, tur, satış üzrə bonuslar və tipslər də olur bu işdə. Belə bir işdir. Bu işə də müraciət etmək istəyirsinizsə, ümumiyyətlə digər işlərə də müraciət etmək istəyirsinizsə, az öncə sadalan və yaxud da fərqli sahələrdəki işlərə də müraciət etmək istəyirsinizsə, bir sözlə iş tapmazda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüz, orada kanala daxil olun. Toğrul Əzəvalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.